To be about to be due to ilə davam edirik. Deməli, 34-cü sualda biz yenə zaman ifadəsi görürük. Və cümləmiz keçmişdədir. Deməli, burada biz baxırıq ki, E variantında to be due to-su yoxdur. Onsuz da həm də zamana görə uzlaşmır. B-ni də is indiki zamandır, bizə keçmiş lazımdır deyə çıxırıq. Zaman ifadəmiz var deyə biz burada was due to yazırıq. A və D-ni yenə to be about to zamanla işləmir deyə çıxırıq. İndi isə baxırıq, deməli 36-cı suala. Burada 2 saat içində deyil. Zaman ifadəsi varsa nə verməliyik biz? Due to. And varsa hər ikisi eyni zaman olmalıdır. Deməli, baxaq ki, birinci tərəfdə zaman ifadəmiz yoxdur, due to-nu yaza bilmərik. İkinci tərəfdə zaman ifadəmiz var, deyə about to-nu yaza bilmərik. Çox sayda yolundan cavab D variantı qalır. 38-ci suala baxırıq, and var, hər ikisi eyni zaman olmalıdır. Keçmiş, indiki, indiki keçmiş, indiki keçmiş, keçmiş indiki cavab qalacaq E variantı. Yenə burada vaxt var deyə time, due to istifadə olunur. Daha çox izahlar üçün kanalıma abunə olmağı, videolarıma göz atmağı unutmayın.